Sumqayıtın inkişafında, o cümlədən təmizliyinin qorunub saxlanılmasında mühüm işlər görülür. Gündəlik olaraq bütün küçə və prospektlər, park və xiyabanlar və ətraf ərazilər təmizlənir. Bütün bunlar isə şəhərin gözəlliyinə gözəllik qatır. Sumqayıtın təmiz saxlanılmasında isə Təmizlik Departamentinin əməkdaşlarının əvəzsiz xidmətləri var. Onlar gündəlik olaraq Bakı-Quba yolunda, Hacı Zeynalabdin qəsəbəsində, Yaşıldərə, Ceyranbatan və Xəzri yaşayış massivlərində, Xəzər bağlarında, Sahil, Yahya Məmmədov, Çerkassi, Səməd Vurğun və adını çəkmədiyimiz digər küçə və prospektlərdə iməcliklər həyata keçirir. Bir sözlə, Sumqayıtın hər bir nöqtəsinin təmizliyinə diqqət yetirilir, xüsusi nəzarətdə saxlanılır. Bütün bunlar isə Təmizlik Departamentinin əməkdaşları həyata keçirir. Bəli, bugün ölkəmiz mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi edir. Tədbirdə iştirak edən qonaqlar Sumqayıta da səyahət edirlər və onlar şəhərin səliqə-səhmanını gördükdə heyrətlərini gizlədə bilmir. Çünki hər yer abad və səliqəlidir. Bunu isə yaradanlar var. Onlar Təmizlik Departamentinin əməkdaşlarıdır. Departament tərəfindən şəhərin müxtəlif ərazilərinə yüzlərlə tullantı qutuları qoyulub. Bu isə şəhərin təmiz saxlanılmasına bir töhfədir. Onu da qeyd edək ki, Sumqayıtda mütəmadi olaraq səki daşları yuyulur. Tullantılar xüsusi texnikalarla daşınır. Elə bunun nəticəsidir ki, Sumqayıt öz gözəlliyi və səliqə-səhmanı ilə bir örnəkdir. Təmizlik Departamentinin əməkdaşları xidməti ərazilərində, hətta şəxsi təşəbbüsləri ilə onların xidməti ərazilərinə daxil olmayan ünvanlarda da təmizlik işlərini görür. Bu isə şəhərini sevən insanların edə biləcəyi bir işdir. Təmizlik Departamentinin əməkdaşları bələdiyyə və icra nümayəndəliklərinin ərazilərində də öz şəxsi təşəbbüsləri ilə iməcliklər təşkil edir. Onlara öz dəstəklərini göstərirlər. Bugün Sumqayıtın təmizliyi ilə öyünmək olar. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.